Dünya maliyyə bazarlarında avro, qızıl və neftin qiymətində ucuzlaşma müşahidə olunur. Bu həftə Amerika Birləşmiş Ştatları Federal Ehtiyatlar Sisteminin kredit faiz dərəcələrini artırması və eyni vaxtda açıqlanan makroiqtisadi göstəricilər birjalarda hərəkətliliyə səbəb olub. Federal ehtiyat sisteminin faiz dərəcələrinin bir tərəfdən qaldırması, digər tərəfdə inflyasiya gözləntilərinin aşağı salması dolların dünya birjalarında 1%-in çox bahalaşmasına təsir etdi. Bu da öz növbəsində Avropa bazarlarında evro, dolların 1 dolar 11 sentə kimi ucuzlaşmasına, funtun dolara nisbətən məzənnəsinin 1 dolar 26-27 sentə kimi ucuzlaşmasına təsir etdi. Bununla belə analitiklər gələn həftə açıqlanacaq makroiqtisadi göstəricilər fonunda dolların məzənnəsinin yenidən zəifləyəcəyini proqnozlaşdırırlar. Beynəlxalq valyuta bazarlarında yaşananlar əlvan metallar bazarına da təsirsiz ötüşməyib. Qızıl ucuzlaşmaqda davam edir. Əlvan metallar bazarlarında biz qızılın 1 unsiya üzrə qiymətinin 1251 dollar kimi dəyər itirdiyini şahidi olduq. Qızılın qiyməti əlavə olaraq 1245 dollar kimi də ucuzlaşa bilər. Neftin qiymətində də dəyişiklik var. Qara qızılın bareli həftə sonu 46-47 dollara ticarət olunub. Hazırda dünya maliyyə bazarları yerli investorlar üçün də aktuallığını qorumaqdadır. Əvvəllər vəsait sahibləri daha çox valyuta və əmtələrə yatırım edirdilərsə, son vaxtlar yerli və beynəlxalq şirkətlərin səhmlərinə maraq artmağa başlayıb. 3 il yaxındır ki, dünya maliyyə bazarlarında ticarət edirəm. Ticarətə başladığım illərdə əsasən valyutalara üstünlük verirdim və son zamanlarda səhmlərdə baş verən qiymət dəyişimi, səhmlərin qiymətindəki hərəkətli müşahidə olundu və o yüzden əsasən öz yeni portfelimdə səhmlərə daha çox üstünlük verirəm. Çünki gəlirlik daha çoxdur. Ekspertlər səhm bazarının investorlara daha geniş imkanlar açdığını vurğulayırlar. Çünki hər hansı bir valyutanın və yaxud ki, əmtənin dəyərinin 2 dəfə, 3 dəfə dəyişməsi gözlənilməz olduğu halda hər hansı bir səhmin dəyərinin il ərzində 3 dəfə, 4 dəfə, 10 dəfə dəyişməsi kifayət qədər realdır və bu da investora etdiyi investisiyanın bir neçə mislində mənfəət əldə etmə imkanı yaradır. Bundan başqa investor şirkəti həm yerli, həm Türkiyə, həm də beynəlxalq şirkətlərin, müxtəlif yüksək texnologiya şirkətlərinin səhmlərinin də alqı-satqısı imkanı yaradır. Bu zaman təqdim olunan kredit dəstəyi investorlara gəlirlərini artırmaq imkanı yaradır.